Size salam. Bu günlər sizlərlə birlikdə 6-cı sinif səhifə 58-59-cu səhifələri edəcəyik. Gəlin başlayaq. Əvvəlcə bunu kim deyib dinləmə. 3-cü dərs işlən səhifə 91. A. Dinlədiyim mətndə müəllif öz fikrini əsaslandırmaq üçün belə bir arqumentdən istifadə etməyib. A. Tarixçi E. Blazın İmperiya dövründə hərbi həyat kitabına istinad. B. Napoleon ordusuna döyüşən bir əsgərin məktubuna istinad. C. 18-ci əsrdə Avropa və Rusiyada hərbi mühitin müqayisəsi. D. Rus sərkərdəsi Aleksandr Suvorova məxsus xatirə dəftərinə istinad. Mən burada D variantını götürmüşəm. Yəni Rus sərkərdəsi Aleksandr Suvorova məxsus xatirə dəftərinə istinad. Bunu götürmüşəm. Sonra keçək B vəndinə. B. Cümləni tamamlayan variantı seç. Mətnin müəllifi iddia edir ki, general olmadığını arzulamayan əsgər yaxşı əsgər deyil. Aforizmi A bəndi Rus sərkərdəsi Aleksandr Suvorova məxsusdur. B bəndi ilk dəfə yazıcı Aleksandr Pogosikinin Əsgər qeydləri kitabında yazılıb. C bəndi ilk dəfə Fransız sərkərdəsi Napoleonun dilində deyilib. Mən burada C bəndini götürmüşəm. Yəni ilk dəfə Fransız sərkərdəsi Napoleonun dilində deyilib. Sonra keçək C-yə. Mətndə belə bir nəticəyə gəlmək olar. A. Bəzi aforizmlər müxtəlif dəyişikliyə uğrayaraq gəlib çıxmışdır. B. Aforizmlər orduda xidmət edən əsgərləri ruhlandırmaq üçün əlverişli idi. C. Bəzən hər hansı bir aforizmi müəllifini müəyyənləşdirmək çox çətin olur. Mən burada C variantını götürmüşəm. Bəzən hansı bir aforizm müəllifini müəyyənləşdirmək çox çətin olur. Sonra keçək C bəndinə. General olmağı arzulamayan əsgər yaxşı əsgər deyil. Aforizmə uyğun institusiyanı düşünərək yaz. Mən bunu sizin özünüzə buraxmışam. Mən bunu özüm yazmamışam. Videodan sonra yazacağım. Yəni mənim yazdıqlarımla sizin öz fikriniz bəlkə uyğun gəlməyə bilər. Ona görə də bunu sizə buraxıram. Yəni bu hissə sizindir. Sonra keçək başqasına. Keçək A-ya. Dil qaydaları. Bağlayıcı 4-cü dərslikdən səhifə 92, iş dəftərindən isə səhifə 59. A. Hansı cümlədə bağlayıcı işlənmişdir? A. Uğurlu ancaq zəhmətlə əldə etmək olar. B. Hava buludlu idi, ancaq hələ yağış yağmırdı. C. Bu işdə ancaq atam xəbərdar idi. D. Qınamayın, mən ancaq qardaşıma etibar edirəm. Mən burada B. Hava buludlu idi, ancaq hələ yağış yağmırdı götürmüşəm. B. Cümləyə uyğun gələn bağlayıcını dairəyə al. 1. Hava çox istidir. Bir yerdə tapıb dincələcək. Ona görə də, çünki mən burada ona görə də yazmışam. Baxaq görək ona görə yazanda cümlə düzəlirmi? 1. Hava çox istidir. Ona görə də bir yer tapıb dincələcəklər. Bəli, cümlə alındı. 2. Hər kəsə bu kitabı tövsiyə edirəm. Maraqlıdır. Hərçənd çünki. Mən burada çünki götürmüşəm. Baxaq görə cümlə düzəlirmi? Hər kəsə bu kitabı tövsiyə edirəm. Çünki maraqlıdır. Sonra keçək 3-ə. Aynur xanım gəlmək istəmir, israr etməyək. Madam ki, nəyin ki? Baxaq madam ki götürmüşəm. Baxaq görək madam ki ilə cümlə düzəlirmi? Madam ki, Aynur xanım gəlmək istəmir, israr etməyək. 4. O oğlanı tanıyıram, adını xatırlaya bilmirəm. Belə ki, amma. Mən burada amma götürmüşəm. Baxaq görə cümlə düzəlirmi? O oğlanı tanıyıram.
amma adını xatırlaya bilmirəm. Sonra keçək C-yə. Bağlayıcıların cümlənin komponentləri arasında hansı məna əlaqəsini yaratdığını qeyd et. 1. Sən də böyüyürsən, sevincində, dərdində. A. İştirak, B. Bölüşdürmə. Mən burada A. İştirak götürmüşəm. Sonra keçək 2-yə. Məşqçi məni inandırırdı ki, növbəti yarışda qalib olacağam. A. Aydınlaşdırma, B. Şərt. Mən burada A. Aydınlaşdırma götürmüşəm. Keçək 3-ə. Yarışda gah dostum, gah da rəqibi üstün gəlirdi. A. İştirak, B. Bölüşdürmə. Mən burada B. Bölüşdürmə götürmüşəm. 4. Uzun ömür istəyirik, lakin səhhətimizin qeydinə qalmırıq. A. Qarşılaşdırma, B. Şərt. Mən burada A. Qarşılaşdırma götürmüşəm. 5. Ya sus, ya da susmaqdan üstün bir söz söylə. A. Bölüşdürmə, B. İnankarlıq. Mən burada A. Bölüşdürmə yazmışam. Sonra keçək C-yə. Bağlayıcıları nəzərə almaqla cümlələri tamamla. 1. Rəfiqəsi gecikmişdi, amma o hələ gözləyirdi. İndi bilmirəm, sizin fikrinizlə mənim fikrim düz olmayacaq. İndi yenə də mən yazmışam. 2. Rəfiqəsi gecikmişdi, halbuki ən tez o gələcəkdi. 3. Rəfiqəsi gecikmişdi, çünki avtobus xarab olmuşdu. 4. Əgər rəfiqəsi geciksə, tədbirə girə bilməyəcək. Sonra keçək D-yə. Cümlədə bağlayıcının yaratdığı mənanı seç. 1. Tez getməliyik, yoxsa gecikərik. A. Bölüşdürmə, B. Şərt. Mən burada B. Şərt götürmüşəm. 2. Bu gün gedək, yoxsa sabah. A. Bölüşdürmə, B. Şərt. Mən burada A. Bölüşdürmə götürmüşəm. 3. Siz gəlirsiniz, yoxsa mən gəlim. A. Bölüşdürmə, B. Şərt. Mən burada A. Bölüşdürmə götürmüşəm. 4. Pəhriz saxla, yoxsa yenidən xəstələnərsən. A. Bölüşdürmə, B. Şərt. Mən burada B. Şərt götürmüşəm. Bitdi artıq. Sona qalan 2 səhifəmiz. Hələ səhifələrimiz var. Sağ olun. Kanalıma abunə olmağı, like atmağı, komment yazmağı unutmayın. Gələn dərslərimizdə görüşərik.